Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. TV1-in efirində akademik söhbətlər verilişinə İlnura Cavadzadənin təqdimatında baxırsınız. Verilişimizin bugünkü qonağı Respublikamızın çox hörmətli ziyalısı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim müəllim Əliquliyevdir. Rasim müəllim, xoş gördük. Təşəkkür edirəm dəvətinizə görə. Biz sizə təşəkkür edirik ki, gərgin iş qrafikində bizim üçün suallarımızı cavablandırmağa vaxt ayırmısınız. Rasim müəllim, Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyası Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli sərəncamına əsasən təsdiq olundu. Əvvəlcə gəlin buradan başlayaq. Bu strategiyanın təsdiqinə zərurət nə idi? Çünki biz süni intellekt dəstərinə qədəm qoymuşuq. Qeyd etdiyiniz kimi belə bir strategiya artıq dövlət sənədi kimi qəbul olunubdur. Cənab Prezident tərəfindən artıq müvafiq qurumların qarşısında konkret vəzifələr qoyulubdur. O ki, qaldı belə bir sənədin meydana çıxma zəruriyyətinə. Bir qədər geriyə qayıtmaq istəyirəm ki, Azərbaycanda artıq 20 ildən artıqdır ki, rəqəmsal cəmiyyət, informasiya cəmiyyət formalaşır. Yəni, bu o deməkdir ki, informasiya, kommunikasiya texnologiyaları həyatımızın hər bir fəaliyyət sferasına təqdim olunur. O cümlədən dövlət orqanların fəaliyyətində, biznes sektorda, insanların şəxsi həyatında, mobil telefon, insanların internetə sərbəst çıxışı. Yəni, demək istəyirəm ki, artıq 20 ildən sonra Azərbaycanda yeni bir rəqəmsal reallıq yaranıbdır. Yəni, rəqəmsal transformasiya dayanmır, inkişaf eləyir. Ona görə də ölkəmizdə artıq vətəndaşlara rəqəmsal xidmətlər təqdim olunur. İnsanlar mobil telefon vasitəsilə qaz pulunu, işıq pulunu, başqa xidmətləri alırlar. Onu onlayn vasitəsilə bank xidmətləri əldə etməklə bunu həyata keçirirlər. Ona görə də təbiidir ki, Azərbaycanda gedən bütün bu proseslər yeni bir sənədin qəbuluna bir zəruriyyət yaradırdı. Birincisi, insanları narahat edən bu rəqəmsal dünyanın özünün yaratdığı həm daxildən, həm də xaricdən, əsasında xaricdən bu demək kiber təhlükələrin olması, insanların həyatına, insanların yaratdığı dəyərlərə, puluna, bank kartlarına və s. böyük belə deyək ki, təhlükələr var idi. Və eyni zamanda dövlətimizin özünün təhlükəsizliyinin bir dayaqlarından biri kimi onun kiber təhlükəsizliyin təmin olunmasına zəruriyyət var idi. Cənab Prezident tərəfindən 2 il bundan öncə ölkəmizdə ümumiyyətlə informasiya təhlükəsizliyi, kiber təhlükəsizliyi ilə bağlı bir dövlət belə deyək ki, strategiyasını qəbul etdi. Bunun özü cəmiyyətin bütün zümrələrinin, həm dövlət sektorunun, həm vətəndaş cəmiyyəti sektorunun, həm biznes sektorunun ümumiyyətlə bütün cəmiyyətin təhlükəsizliyinin təmin olunmasını həyata keçirmək üçün demək dövlət özü artıq bu işlərə nəzarət eləyir, bu işlərə əlaqələndirir, idarə etməsini təşkil edir, onun maddi-texniki bazasının gücləndirilməsi, ona maliyyə dəstəyi verir, kadr hazırlığı və s. Ondan sonra demək bu proseslər özü ayrı-ayrı qurumlarda sanki sərbəst olaraq hər kəs bu işi özü aparardı. Amma elə bir zaman gəlib çatdı ki, bu ilin yanvar ayında Cənab Prezident tərəfindən bu strategiyadan öncə, yəni süni intellekt strategiyası qəbul edilməmişdən öncə bir rəqəmsal inkişaf konsepsiyasını qəbul etdi. Bunun da özü ondan ibarətdir ki, artıq cəmiyyətin özünün bütün belə deyək ki, sektorlarının, segmentlərinin, ayrı-ayrı hissələrinin o rəqəmsal balans, rəqəmsal tarhazlı şəkildə inkişafını təmin etmək, konstitusiyadan iləri gələn vəzifələri daha yüksək səviyyədə həyata keçirilməsini təmin etmək, burada insan hüquqlarına bağlı müəyyən öhdəliklər var, cəmiyyətin özünün ümumiyyətlə onlayn mühitdə həyata keçirdiyi funksiyalar var, iqtisadi münasibətləri var, sosial münasibətləri var və ayrı-ayrı dövlət hakimiyyəti orqanların fəaliyyətini qiymətləndirmək var ki, kim daha yaxşıdır, kim niyə pisdir, səbəbləri araşdırmalı, buna rəqəmsal fərqlər deyirlər. O rəqəmsal fərqləri ümumiyyətlə ölçmək, qiymətləndirmək, zəif yerləri tapmaq, özdəki ölkənin bütün ərazisi üzrə, həm ərazi üzrə, coğrafiya üzrə, həm də ki, funksional ayrı-ayrı qurumlar üzrə bunları qiymətləndirmək, bunların inkişafına dəstək vermək, bunların fəaliyyətini əlaqələndirmək, bunları vahid məqsəd
məqsədlərə yönəltmək və eyni zamanda sistem olaraq bütün ölkəmizin milli təhlükəsizliyinin əsas komponentlərindən biri kimi kiber təhlükəsizliyini və kiber dayanıqlığını təmin etməkdir. Ona görə görürsünüz, hansı reallıqlar kontekstində bu süni intellekt strategiyası qəbul olunmalıdır. Üstəgəl də artıq son 10 il ərzində təxminən 10 ilə yaxın bir müddətdir ki, süni intellekt əvvəlki bizim düşündüyümüz kimi necə deyərlər, cilovlansın, necə deyərlər, onun nəzarət edilsin, tənzimləsin kimi demək halda deyil. Artıq süni intellekt görürsünüz ki, bütün dünya dövlətlərinin, xüsusən də aparıcı dövlətlərin, dünyanın inkişafını müəyyənləşdirən dövlətlərin siyasətinin əsas necə deyərlər, dayaqlarına birinə çevrilibdir. Ona görə Amerika Birləşmiş Ştatları, Çin, Avropa Birliyi, Böyük Britaniya və s. kimi inkişaf etmiş ölkələr süni intellekti o dediyimiz ümumi rəqəmsal transformasiyanın tərkibində ona bir xüsusi münasibət göstərirlər. Onunla bağlı olaraq, demək ki, qeyd etdiyim kimi, dünyanın əksər ölkələri, yəni inkişaf etmiş ölkələri süni intellektlə bağlı müəyyən təşəbbüslər irəli sürürlər. Bir hissəsi onun, belə deyək ki, mövcud dəyərlərə, milli dəyərlərə, bəşəri dəyərlərə o qədər də uyğun gəlmədiyini qiymətləndirirlər. Bəzi halda görürsən ki, insan hüquqlarına böyük təhlükələr yaradırlar, insanların şəxsi həyatına və yaxud da ki, ayrı şirkətlərə, banklara və s. xidmətlərə ziyanlar görürlər. Ona görə də artıq o dediyimiz rəqəmsal inkişafın, rəqəmsal transformasiyanın kontekstində yeni bir istiqamət kimi süni intellektə münasibətlər də müxtəlifdir. Xüsusən də son zamanlar bu chatbotu meydana gəlməsi kütləvi olaraq bütün cəmiyyət tərəfindən, bütün dünya ölkələri tərəfindən bu chatbot fenomeninə, yəni o da süni intellektin əsasına qurulmuş bir məhsuldur, proqram məhsuludur. Onun özü artıq insanların əvəzinə mətn də yazır, insanların əvəzinə şəkil də çəkir, rəsm də çəkir. Nə bilim mən ayrı-ayrı belə insanlara xas olan, onların yaradıcılıq xüsusiyyətlərinə xas olan funksiyaları üzərinə götürür və bunun özü də bir tərəfdən yaxşıdır, çünki insanlara kömək edir, onlara intellekt dəstək verir. Elə bil ki, onun köməkçi funksiyasını daşıyır insanlar üçün. Amma digər tərəfdən də mövcud qanunvericiliyə, bəşəri qaydalara, insan hüquqlarına müəyyən təhlükələr yaradır. İnsanlar bundan əziyyət çəkir. Hətta ayrı-ayrı dövlətlər, ayrı-ayrı şirkətlər bundan çox böyük üzləşirlər. Ona görə də əlbəttə ki, bütün bu reallıqlar Azərbaycan tərəfindən də qiymətləndirilir, müqayisə olunur və qeyd etdiyim kimi bir tərəfdən Azərbaycanda yaranmış bu rəqəmsal reallıqlar üstə də gəl süni intellektin yaratdığı həm müsbət, həm də mənfi tərəfləri, eyni zamanda dünyada gedən o tendensiyalar, proseslər və ayrı ölkələr tərəfindən bu məsələyə həssas olaraq xüsusi bir strategiya qəbul edilməsi, yaxın gələcək üçün müəyyən hədəflərin müəyyənləşdirilməsi, süni intellektin maliyyələşdirilməsi də onun özünün bütün komponentləri üzrə vəzifələrin müəyyənləşdirilməsi və onun münasibətlərin özü xüsusi yanaşma tələb edir. Yəni artıq bu istiqamətdə dövlət siyasəti formalaşır və onu da mən qeyd etmək istəyirəm ki, bu strategiyanın özü indi təxminən bir ay bundan öncə qəbul edilibdir. Amma biz əgər geriyə qayıtsaq, Azərbaycanda da o informasiya, kommunikasiya texnologiyalarının inkişafı kontekstində də biz ağıllı şəhərlər, ağıllı kəndlər, ağıllı infrastrukturlar, ölkədə indi keçən il ölkədə yaşıl il çərçivəsində görülən işlər, COP29-un Azərbaycanda həyata keçirilməsi, bunun özü də, yəni bunun yaratdığı problemlərin həlli də elə süni intellektlə bağlı problemlərdir və o məsələlərin həllində də süni intellektin tətbiq olunması üçün geniş perspektivlər açılır və Cənab Prezidentin də əgər çıxışlarına, münasibətinə biz belə deyək ki, diqqət etsək, görərik ki, Cənab Prezident nə deyir? Deyir ki, 4-cü sənaye inqilabı Azərbaycanda olmalıdır. Özü şəxsən ümumdünya, demək, dünya iqtisadi forumunda Davosda iştirak edərkən o 4-cü sənaye inqilabının əsas təşəbbüskarı olan Şivabe ilə görüşməsi, Azərbaycanda regionda ilk dəfə olaraq, bəlkə də dünyada da elə sadəcə onların sayı çox deyil, regional bir 4-cü sənaye inqilabı mərkəzinin Azərbaycanda açılması və 4-cü sənaye inqilabının gətirdiyi texnologiyalar sırasında süni intellektin xüsusi yer tutması və digər tərəfdən də internetin özünün artıq insanların interneti yox,
yox, artıq əşyaların internetdə olması, ayrı-ayrı qurğuların, ayrı-ayrı deyək ki, lazımı olan hansısa obyektlərin özləri internetə qoşulması, yeni bir reallıq yaratması və internetin özünün bütün bəşəriyyətin həm cəmiyyətini, həm də təbiətini əhatə etməsi, yəni kosmosdan başlayaraq yerin altına qədər, yerin üstünə qədər, təbiətə qədər, cəmiyyətə qədər, yanğınlara qədər, müxtəlif proseslərin artıq əşyaların interneti vasitəsilə əhatə olunması, üstə də gəl cəmiyyətin özündə istənilən bir dövlət çərçivəsində ayrı-ayrı insanlara xidmət edən infrastrukturların modernləşdirilməsi, təkmilləşdirilməsi, orada 4-cü sənaye inqilabının məhsulunun texnologiyanın tətbiq olunması, onların ağıllandırılması, smartlaşdırılması, yəni bunlar hamısı süni intellekt texnologiyaların əsasında həyata keçirilən məsələlərdir. Hədəf göstəriciləri vardır strategiyanın. Əlbəttə ki, bu hədəf göstəricilərindən əsas hədəflərə bir toxunaq və hədəf göstəricilərindən biri də burada bu sənayədə işləmək üçün ixtisaslı işçi qüvvələrinin hazırlanmasıdır. Ölkə olaraq biz hansı mərhələləri keçməliyik, hansı addımlar atılmalıdır? Əlbəttə ki, bu strategiyanın qəbul edilməsi insan üçündür, cəmiyyət üçündür, dövlətin güclənməsi üçündür. Ona görə birinci hədəf bundan ibarətdir ki, o süni intellekt texnologiyaların verdiyi o müsbət imkanlardan istifadə etmək, ölkənin iqtisadiyyatını, necə deyərlər, daha da yüksək səviyyədə təşkil etmək, oradan dəyər yaratmaq. Dediyimiz o texnologiyaların təsiri ilə ölkəmizdə artıq hara baxırsan data deyirlər, verilənlərdir, məlumatlardır. Müşahidə kameralarıdır, müxtəlif mənbələrdir, dövlət orqanların fəaliyyətindən meydana çıxan müxtəlif o məlumatlar, hesabatlar, nə bilim, müxtəlif məsələlər. Yəni, biz artıq sözün əsl mənasında rəqəmsal informasiya, belə deyək ki, mühitində fəaliyyət göstəririk. Bütün günü biz həmin o datalarla, həmin o verilənlərlə işləyirik. Ona görə də bu bir xam, belə deyək ki, məlumatdır, emal olunmamış məlumatdır. Ondan indi vizual olaraq hansısa bir belə xeyir götürə bilər. Amma onun özünün daxilində elə bir dərin bilik yatır ki, o biliyin özü hal-hazırda dünya bazarında ortaya kommersiyalaşır. Yəni, yeni texnologiyaların, yeni biliklərin ortaya çıxması, know-howların ortaya çıxmasının kökündə həmin o süni intellekt məsələləri dayanır. Ona görə Azərbaycanın iqtisadiyyatı da, Azərbaycan cəmiyyəti də o dediyimiz artıq informasiya bolluğu, informasiya o seli qarşısındadır. Onların emal olunması və oradan fayda əldə olunması ayrı dövlət hakimiyyəti orqanlarının fəaliyyəti üçün, cəmiyyət üçün, insanlar üçün, şirkətlər üçün bütün hamı oradan fayda götürə bilir. Və eyni zamanda hal-hazırda dünyada gedən proses belədir ki, hamı sürətlə qaçır. Geri qalma olmaz. Yəni, o qaçmaq mənası o deməkdir. Yəni, texnoloji cəhətdən inkişaf edir. Elm, innovasiya, texnoloji hamısı inkişaf edir. Həmin o prosesdən geri qalmaq ölkənin elə bir ki, necə deyərlər, strateji potensialını elə bir ki, sanki zəiflədər. Ona görə də əlbəttə ki, dövlətimizin siyasətinin əsas prioriteti ondan ibarətdir ki, həmin o texnoloji proseslərdən geridə qalmamaq, qabaqcıl texnologiyaları Azərbaycana gətirmək, Azərbaycanın maraqlarına xidmət üçün müəyyən şəraitlər yaratmaq, üstəgəl də qeyd etdiyim kimi bütün bu dataları, bütün bu məlumatları, müxtəlif fəaliyyət sahələrindən toplanan məlumatları saxlamaq üçün, yəni onu toplamaq, saxlamaq, onu emal etmək, orada müəyyən biliklər, faydalı müəyyən demək, məzmun əldə etmək üçün əlbəttə ki, həmin o strategiyanın hədəflərindən biri ölkəmizdə həmin demək, o qeyd olunan məlumatları toplamaq da, onu emal etmək də, sürətli şəkildə yüksək, belə deyək ki, imkanlara malik olan kompüterlərin, yəni mən nəzərə tutulan superkompüterlərin və s. yaranması ölkəmizdə artıq yeni bir infrastrukturun yaranmasını hədəfləyir. Yəni, ölkəmizdə bu süni intellektin özü ayrı-ayrı hissələrdən ibarət olsa da, o özü milli maraqlar naminə bir sistem, bir ekosistem yaradacaqdır. Yəni, o datadan başlayaraq ən ali biliklərə qədər və cəmiyyətin özünün inkişafı üçün yeni resurslar, yeni mənbələrin əldə olunmasına qədər. Ona görə də belə bir ambisiyoz, belə yaxşı mənada məqsəd qoyulubdur qarşıya və o strategiya çərçivəsində demək, həmin məqsədə çatmaq üçün dövlətin özü zəruri olaraq bu işlərə hər cürə inzibati dəstək vermək, maliyyə demək, resursları ayırmaq,
demək, lazımi yerlərdə maddi texniki bazanı gücləndirmək, sizin qeyd etdiyiniz kimi bu insan resurslarını yetişdirmək, çünki süni intellekt texnologiyalarla bağlı kadrlar yetərli deyil. İndi az belə deyək ki, sayda var, müəyyən işlər həyata keçirilir, müəyyən deyək ki, kritik qurumlarda, amma ümumiyyətlə ölkəmizdə bir belə deyək ki, süni intellekt mədəniyyətinin formalaşması, hər bir vətəndaşın onun əhəmiyyətini də, ziyanını da qiymətləndirmə imkanına malik olması və eyni zamanda o həmin mədəniyyətin formalaşmasına xidmət edən o təhsilin özünün də süni intellekt texnologiyaları əsasında formalaşması, yeni gənc nəslin yetişdirilməsi və təbii ki, onların da sırasından Azərbaycan ali təhsil sistemində və yeni yaradılacaq, çünki strategiyada süni intellekt akademiyasının formalaşması, elmi tədqiqat müəssisələrinin yaradılması, eyni zamanda ölkəmizdə ali təhsil sistemində o təhsilin məzmununun belə deyək ki, təkmilləşdirilməsi, orada süni intellektin xüsusi yer tutması, lazımi hallarda süni intellektlə bağlı və ona əlaqəli demək sahələrlə bağlı yeni demək ixtisaslar üzrə kadrların hazırlanması strategiyanın qarşısına qoyulan vəzifələrdir. Ona görə də bu demək dünya bazarında artıq süni intellektlə bağlı çox ciddi proseslər gedir, günü-gündən inkişaf eləyir, yeni imkanlar əldə olunur, onun yeni tətbiq sahələri tapılır. Hətta bir məsələni də deyim ki, adətən insan özü həmin o məlumatları toplayıb ondan bir nəticə əldə eləyir, bir effekt əldə eləyir, bir qanun demək kəşf eləyir. Artıq süni intellekt insanlara köməkçi olaraq bəzən də elə funksiyaların çoxsunu özlərinə götürərək müəyyən deyək ki, məlum olmayan indiyə qədər qanunların kəşf olunması, yeni artıq belə insanlara həm onların səhhəti üçün, həm insanların ümumiyyətlə demək daha yüksək gəlirləri, yüksək belə deyək ki, gəlirlərin, dəyərlərin yaradılması, əldə olunması üçün çox ciddi məsələ üçün belə imkanlar açır. İndi son zamanlar, keçən illəri bir neçə nəfər Nobel mükafatı laureatı oldular. Və onların özlərinin Nobel mükafatı olmasının ikisinin həmin bu süni intellektin elmi nəzəri əsaslarının formalaşmasına xüsusi xidmətlər olmuşdur. Amma bəziləri süni intellektin istifadə edərək müxtəlif sahələrdə, məsələn kimiyada, biologiyada, başqa sahələrdə onları tətbiq etməklə, yəni süni intellekt metodlarını, dərin texnologiyanı tətbiq etməklə yeni qanunlar, yeni effektlər əldə edirlər. Yəni demək istəyirəm ki, süni intellekt artıq yaradıcılıq prosesində çox belə deyək ki, dəstək verir, özü yaradır. Hətta o yaradanlarla, o təbii intellekt daşıyıcıları olan insanlarla hətta həm müəllif olurlar, müəyyən məhsulları ortaya qoyurlar. Ona görə də cəmiyyətimiz 21-ci əsrin bu dövründə, bu mərhələsində elə bir həddə gəlib çatıb ki, insan artıq o təbii intellektin daşıyıcısı olaraq süni dediyimiz, yəni özünün vaxtı ilə yaratdığı, onu da insan yaradıbdır, süni intellekt, o hansısa bir fövqə qüvvə tərəfindən sıramıza gəlib çıxmayıbdır. Onu yaradan da, onun arxasında dayanan da insandır, alimdir və onu yaradıblar. Belə deyək də, indi son zamanların böyük belə müzakirələri, proqnozları, bəzən gələcəyə doğru bəzi baxışları deyirlər ki, deyəsən bəşəriyyət, insanlar, ümumiyyətlə insanlar, bəşəriyyət, deyəsən geniş şüşədən buraxıblar. Yəni, süni intellektin özü artıq elə imkanlara malik olur ki, o təbii intellekt heç onu bacarmaz. Yəni, insanın özünün bioloji məhdudiyyəti, həm yaddaş məhdudiyyəti, həm onu emal etmək, onun o belə beyində emal etmək, vurmaq, bölmək və s. Və yaxud da ki, insanın özünün yaşam müddəti də çox deyil axı. Yəni, amma süni intellekt kimi onun alternativi meydana çıxması cəmiyyətdə, deyək ki, müxtəlif nöqteyi nəzərdən, indi biz bunu yaxın gələcək üçün düşünürük, amma biraz uzaq gələcək üçün buradan süni intellektin yaradacağı problemlər görsənir. Bəli, çünki mən elə istəyirdim biz bu barədə danışaq, çünki gələcək üçün burada iş yerlərinin məhdudlaşdırılması, işçi sayının azaldılması məsələləri dünya ölkələrində narahat edir. Bütün dünya, bütün insan cəmiyyətini narahat eləyir. Çünki artıq süni intellektin bu sürətlə inkişaf etməsi
bu sürətlə inkişaf etməsi yaratdığı imkanlar elə hərbdən başlayaraq dronlar, o birisi, bu birisi, nə bilim mən artıq da insan iştirak etmədən müxtəlif silahların yaradılması həm suyun altında, həm göydə, həm kosmosda, həm yerdə və s. Bütün bu tərəfdən, digər tərəfdən də onun başqa deyək ki, mülki məqsədli tətbiqləri, dərman sənayesi, insanların səhhəti, insanların həyatı ilə bağlı olan, yəni səhhəti ilə bağlı məlumatların toplanması, dəqiq diaqnostika qoyulması və insanın gələcəyi ilə bağlı bəzən də xoşumuza gəlməsə o yaşam müddəti müəyyənləşdirməyə imkan verən, proqnozlaşdırmaya imkan verən süni intellekt texnologiyaları var ki, məsəl üçün bu insan nə qədər yaşayacaqdır? Yəni insanın özünün bütün bioloji, sosioloji, bütün digər parametrlərə toplanır. Dərin təlim o texnologiyalar, yəni süni intellektin əsas özəyi olan dərin təlim texnologiyaları vasitəsilə hətta insanların bir qədər də ziddiyyət təşkil etsə bəzi baxışlarla onların yaşam müddəti ilə bağlı deyirlər ki, bu 1 ildən sonra həyatda olan deyil, bu 2 ildən sonra həyatda olan deyil, bu 10 gündən sonra həyatda olan deyil, 5 gündən sonra həyatda olan belə, yəni ki, artıq böyük ehtimalla qiymətləndirilə bilən proqnozlar vardır. Yəni bunu artıq insan intellekti edə bilmir. Fikrim çatır nə demək istəyirəm də. Ona görə də bu süni intellekt artıq o bayaqlara dediyim kimi cin şüşədən çıxmış kimi görsənir və bunun da özünün kökü hardan başlayır? O ki, insanın özünün ən belə deyək, başqa canlılardan fərqləndirən onun intellektidir, düzdürmü? Onun instinktiv hisslərindən başqa canlılarda kimi, onun özünün intellektinin 1940-cı illərin əvvəllərində, konkret olaraq 43-cü ildə iki alim tərəfindən o insanın özünün beyninin özəyini təşkil edən o təbii neyronun özünün deyək ki, güzgü əksi olaraq onun demək ki, riyazi modelini tapdılar, riyazi formal modelini tapdılar, adını da qoydular süni neyron. Süni neyron. Təbii neyron necə ki toplaşır, insan beynində bilirsiniz ki, insanın beynində bir 80 milyar təxminən neyron vardır. O neyron insan beyninin özünün elə bir ki, bir kainatını yaradır. Yəni, o elə bir ki, bir mühit yaradır. Həmin o neyronların özlərinin qarşılıqlı münasibətləri, orada gedən biokimyəvi proseslər, üstə gəldə digər fiziki proseslər də mümkündür və onların əsasında gedən proseslər bu biliyi yaradır, bu intellekti yaradır. İnsanı insan eləyən onun intellektidir. İnsanı digər canlıdan fərqləndirən onun intellektidir. Hansı ki, o da neçə bir, deyək ki, 1000 illər bundan öncə insan hansısa başqa canlılardan, bildiyimiz canlılardan yaranıbdır və gəlib çıxıbdır. Neçə, belə deyək ki, indi özünüz bilirsiniz ki, 20, 30, 50, 300 və s. tarixlər vardır ki, insanın özü təkamül edib gəlib bu intellektin bu səviyyəsinə çatıbdır və özü də bu intellekt inkişaf etdikcə və təxminən belə deyək də bir 80-90 il ərzində demək artıq özünün neyronunun sirrini öz dərrakəsi ilə alimlər onun təbiisini yaradıbdır. O təbii neyronun bu günləri təkamül eləyərək təxminən 80 il ərzində gəlib bu səviyyə çatıbdır. Görürsünüz ki, onu yaradana artıq problem yaradır. Cəmiyyətə problem yaradır. Həm təhlükə tərəfi var, həm də ki, onun müsbət tərəfləri var ki, cəmiyyətin inkişafına böyük təkan verir. Onun özünün uzaq görməsi də, proqnozları da, qərar qəbul etməsi də, müxtəlif situasiyalarda seçim etməsi də, düşünməsi də, qavranması da. İndi bilirəm ki, siz həm də yazıçısınız. Onun emosional tərəfi var ki, bu ağlayacaqdır, güləcəkdir, nə bilim mən hansısa bir romantik hisslərə qapılacaqdır. Narahat olmaq lazım deyil, o da var. O da var. Siz elə yaxınlarda bir beynəlxalq konferansda iştirak elədiniz. Elə bu süni intellektin mədəniyyət və incəsənətdə tətbiqi ilə əlaqədar və bu yaradıcı təfəkkür, bu əsər yaratmaq, yazmaq, rəsm, musiqi, bu sırf yaradıcı təfəkkürün məhsuludur. Bəs indiyə qədər süni intellektin yaratdıqlarımı nəzərə almayaq. Bəs süni intellekti yaradıraq. O da yaradır. İndi xoşumuza gəlmir, gəlmir, hələlik belə deyək də. Amma o yaradır axı.
Yəni o süni intellekt artıq dünyada görürsünüz nə qədər ağıllı belə demək məhsullar ortaya qoyur, qərarlar qəbul edir. Nə bilim mən cəmiyyətin təhlükəsizliyidir, inkişafıdır, bizim bilmədiyimiz, dərk etmədiyimiz bu qədər data seli var. Yəni ki, bu qədər data selində biz boğuluruq onları analiz etmək. Onun nə bizim nə hissiyat orqanlarımız, nə qulağımız, nə gözümüz, nə bilim ayrı-ayrı hissiyat orqanlarımız qəbul edib qutara bilməz. Amma süni intellektin özü bilirsiniz ki, artıq onun arxasında biz misal üçün arxalanırıq özümüzün biyologiyamıza. Yəni ki, valideynlər tərəfindən yaradılan bizim biyologiyamızdır, düzdürmü? Yəni bu bir insan varlığıdır. Onun da özünün biyoloji ömrü var, bilirsiniz ki, yaranan bir günləri həyatdan gedir. Amma bu süni intellekt getmir axı. Fikrim çatır da. Bu süni intellekt nə soyuqdan qorxur, nə bilim mən suyun altından qorxur, nə kosmosdan qorxur. Onun müddəti də yoxdur. Onun imkanları, yəni vurub bölmə imkanları, emal etmə imkanları, yadda saxlama imkanları müqayisə olunan söhbət deyil. Yəni bütün dünya üzrə 8 milyard insanların yaddaşını cəmləsən də süni intellektin yaddaşından bəlkə də nə bilim mən milyon dəfələrlə, milyard dəfələrlə çatmaz ona. Ona görə də bu süni intellektin arxasında internet kimi böyük bir belə də fenomen var. Yəni bütün gün onu informasiyanı təmin etmə imkanları var. Üstə də gəl bu informasiyanı emal etmək, oradakı müxtəlif metodları filanlarla yeni bilgiler əldə etmək, yəni süni intellektin özü artıq mən indi biraz bəlkə də riskli belə demək fikirlər irəli sürəm mən, amma söhbət ondan gedir ki, bu görsənir. Məsəl üçün ChatGPT internetə stolüstü kitab kimi baxır. Yəni ChatGPT internetə bir stolüstü kitab kimi baxır. Yəni internetdə olan bütün məlumatlar onlar üçün əlçatandır. Altı da, üstü də, pullu resurslar da, pulsuz resurslar da və s. Yəni o özünün kitabxanası kimi internetdən istifadə eləyir. Üstə də gəldi onun sərəncamında o qədər yüksək keyfiyyətli, yüksək sürətli, həm adi bu superkompüterlər, həm də kvant superkompüterləri var ki, o demək ikinci faktor olaraq, üçüncü isə o qədər yüksək inkişaf etmiş alqoritmlər mövcuddur və yeniləri də artıq işlənmək üzrədir. Yəni alimlər bu istiqamətdə o proseslərin özünün intellektuallaşdırılması, daha da ağıllandırılması, insana xas olan və yaxud da insanın heç əli çatmayan ayrı-ayrı demək nəticələr əldə olunması ilə bağlı artıq süni intellekt bax bu mühitdə fəaliyyət göstərir. Ona görə də düzdür. Biraz bədbin hisslər misal üçün belə də adamın ağlına gəlir ki, bəli, cəmiyyət üçün müəyyən problemlər yarana bilər. Amma siz deyirsiniz ki, cəmiyyəti qorxutmamalıdır ki, süni intellekt emosional intellekti sıxışdıra bilər. Yəni bu qənaət deyilmi? Bəli, yəni ki, əgər təbii intellektin yaşını biz ümumən, yəni bəşəriyyətin insanlığın özünün yaşını qiymətləndirmək neçə min illərdir, düzdürmü? Və süni intellektin yaşına qədərdir. Fikrim çatır. Bu eləsin təxminən 80. 80 yaşında intellektin yaratdığı bu reallıqlar indi 180-də nə olacaqdır? 580-də nə olacaqdır? 1080-də nə olacaqdır? Ona görə də bunların hamısını müəyyən belə deyək ki, gələcəyə baxışla bağlı çox belə deyək ki, həm qorxunc ola bilər, həm də ki, müəyyən misal üçün reallıqlar da artıq, necə deyərlər, artıq o insanın nəzarətindən çıxmaq üzrədir. Və hətta bu günləri süni intellektin özünün belə deyək də, ilkin rüşeym səviyyəsindədir. Süni intellekt insan nəyi ona tapşırırsa onu edir. Onu edir, bəli. Yəni ona deyirlər ki, dar çərçivədə olan, xüsusi belə deyək ki, funksiyalara həyata keçirən süni intellekt hələ ümumi intellektdən söhbət getmir. Məsəl üçün, insanın özü doğulduqca həm genetikadan gələn məlumatlar var ki, insanın özü müəyyən ağlı genetikadan götürür, valideynlərindən götürür, babasından və s. götürür. Üstə də gəl, özü bir sosial bir varlıq kimi ətraf mühitdən, təhsildən, elmdən, radiodan, televiziyadan, ailədən və s. bu sosial mühitin özü də onun intellektinin mənbəyidir. Bir tərəfi biyoloji olaraq genetik informasiyadır. Digər tərəfdən sosial mühitin özünün verdiyi imkanlar çərçivəsində, dediyim kimi, universitetlər, orta məktəblər, bağçalar və s. insanın özünün yetişdirilməsi, onun biliyinin artırılması, intellektinin inkişaf etdirilməsi üçündür. Yəni bütün bu mühitin özü insanı necə deyərlər, oxuduqca, dünya görüşü artdıqca daha da geniş intellektə, bəzən görürsən deyirlər Frənkəz
planetar təfəkkürə malikdir. Yəni artıq lokal hansısa bir yaşayış məntəqəsinin təfəkkürü yox, eyni zamanda dünyada gedən prosesləri və s. Nəyin hesabınadır? İnformasiyanı əldə etməyin hesabınadır. Kimin informasiya əldə etmə imkanları çoxdursa, o da dünya görüşü geniş olur, bilikləri ensiklopedik olur, biraz da özlərində işləyəndə daha da ağıllı biliklər ortaya qoya bilir. Bəli. Amma bugünkü süni intellekt hələlik ona tapşırılanları edir. Mən çox xahiş edərdim, siz bu süni intellektin mənbələrinə də bir qədər toxunaq. Çünki son dövr araşdırmalar deyir ki, tək süni intellektin mənbələrində insan intellekti ilə kifayətlənmir. Digər mənbələr də vardır. Var, bəli. Demək, mənbələr çoxdur. Əlbəttə ki, süni intellekt qeyd etdiyim kimi 1943-cü ildə süni neyronun yaranmasından başlayır. O süni neyron üzərində sonra şəbəkələr yaradıldı. Demək, süni neyron şəbəkələri yavaş-yavaş inkişaf elədi və orada ayrı-ayrı müxtəlif elmlərin də əlbəttə dəstəyi var, xüsusən riyaziyyatın orada xüsusi dəstəyi var və yavaş-yavaş inkişaf etdikcə, bəli, bu demək inkişaf eləyir və o dövrün də texnoloji imkanları o qədər də imkan vermirdi ki, bunlar hamısı inkişaf eləyə bilsin. Ona görə də süni intellektin özü bugünə kimi təxminən 80 yaş ərzində o bütün fəsillərdən keçibdir. Yəni qışını da görübdür, payızını da görübdür, baharını da görübdür, yayını da görübdür. Yəni o özü 80 il ərzində onun yolu heç də rəvan olmayıbdır. Onun özünün rastlaşdığı ciddi problemlər olubdur. Həm nəzəri nöqteyi nəzərdən onun böhranları olubdur. Həmin o modellərin inkişaf etdirilməsi üçün onun kompüter texnologiyasının imkanları zəif olubdur. İnformasiya həm daşınması da, həm onun emal olunması da, yadda saxlama və s. Yəni süni intellekt bugünə kimi belə rəvan yolla gəlməyibdir. Onun çətinlikləri olubdur. Yaxşı, bu dar çərçivəli süni intellektdən çıxdıq, keçdik məsələ üçün demək, ümumi intellektə. Bununla dayanırmı? Dayanmır axı. Çünki elm də inkişaf eləyir, texnologiya inkişaf eləyir, süni intellektin elmi nəzəri əsasları da inkişaf eləyir. Burada demək, süni intellektin əsaslarına toxulanda bunun neyroelmlər deyirlər, beyinlə bağlı elmlər var, onların inkişaf etməsi. Hal-hazırda artıq bir neyronun yaratdığı bir reallıqdır, düzdürmü? İndi söhbət ondan gedir ki, hədəf beynin özüdür. İnsan özünün beynini, insanın beynini artıq dünya səviyyəsində rəqəmsal beyin deyilən layihələr vardır ki, o layihə artıq beyinə sistem şəklində, o dediyimiz o 80 milyardın özü həm o görməni təmin edir, həm düşünməni təmin edir, həm eşitməni təmin edir, bütün orqanizmin özünün fəaliyyətini tənzimləyir, ətraf mühitdən təmasda olur, atasını tanıyır, anasını tanıyır, nə bilim, cəmiyyəti tanıyır, inkişaf edir. Yəni ki, belə bir o beynin yaratdığı reallıqlardır da. Ona görə də indi hal-hazırda o beyində gedən prosesləri, onları anlamaq, oradan bilik əldə etmək, həmin təbii beynin, neyron kimi, təbii beynin süni beynini yaratmaqdan söhbət gedir. Yəni, bununla bağlı da müəyyən işlər olur. Mən bir beynəlxalq forumda iştirak eləmişdim, 1-2 il bundan qabaq. Söhbət bilirsiniz nədən gedir? Bu insanın özünün bu günləri tibbin qarşısında bir sıra xəstəliklər var ki, artıq tibb onları necə deyərlər, belə deyək ki, dərmanlarla, müxtəlif belə tibbi sularla müalicə eləyə bilmirlər. Ona görə də beyində olan, nə bilim, müxtəlif xəstəliklər var da, Alzheimer'dir, nə bilim, talasemiyadır və s. və s. Bu xəstəliklər beyin funksiyalarının elə bil ki, itməsindən yaranıbdır, zədələnməsindən yaranıbdır. Həmin o beynin o hissəsini, onun hissəsini lokallaşdırmaq, ora artıq süni intellektin əsasında müəyyən çiplər yerləşdirməkdən söhbət gedir ki, əgər insan danışa bilmirsə, laldısa, onun nitq qabiliyyəti bərpa olunsun. İnsanın özünün dediyim kimi adi dava dərmanla artıq müalicə etmək mümkün deyilsə, onun özünün dediyim o çiplər o funksiyanın üzərinə götürür. Həmin o müəyyən orada elə bil ki, həm süni intellekt, həm də təbii intellektin əsasını təşkil edən o beyin orada demək bir yerdə həmin o funksiyanı həyata keçirməyə imkan verir. Yəni belə artıq demək məsələlər vardır. Yəni biz indi təbii intellekti ayrıca müzakirə edirik, digər tərəfdən süni intellekti müzakirə edirik. Amma onların bir ortaq nöqtələri də var. Onların bir-birinə qarışmaları
formaları da var. Yəni hibrid olaraq intellektlər də ortaya çıxır. Yəni söhbət ondan gedir ki, təbii intellekt dediyimiz ki, sırf bioloji varlıq ki, bu iş həyata keçirirsə, yaxşı, pis, artı o şəxsin intellektindən asılıdır. Süni intellekt öz işini həyata keçirir. Fərz eləyək ki, artıq insanın özünün müəyyən funksiyalarını həmin o çiplər vasitəsilə ədəbiyyatlarda ona bəzən deyirlər kiborglar deyirlər. Yəni insanın özünün müəyyən funksiyasını, indi protezdirsə, indi Allah uzarayasın, indi müəyyən şəraitdə qolunu, qıçını itiribsə, hansısa bir, onu artıq süni intellektin əsasında xüsusi smart protezlər ortaya çıxır. Bəzən görürsən ki, insanın özü qolunu itiribsə, ayrıca qol var, mən indi onu müşahidə eləmişəm mən. Ayrıca qol var, insan nə düşünürsə ki, elə bir ki, get hansısa əşyanı gətir mənə. Əgər özü hərəkət edə bilmirsə və yaxud da qol problemləri varsa, o düşündüyü hissi, düşündüyü hansısa bir əmr var, hiss varsa, onu elektromaqnit dalğaları vasitəsilə həmin o süni intellekt daşıyıcısı olan, fərz eləyək ki, süni ələ tapşırır. Süni əl gedir oradan almanı götür, gətirir, qoyur sənin yanına bir köməkçi funksiyasını. Elə bir insanın özünün bir orqanizmasının bir hissəsinə çevrilir. Yəni bunu deməkdə məqsədim odur ki, artıq təbii və süni intellektin özləri də qarışmağa başlayır. Fikrim çatır da. Həm cəmiyyətdə özündə artıq sosio-texnoloji cəmiyyət bir ifadəsi var ki, artıq insan cəmiyyəti ilə bu süni intellekt daşıyıcıları olan ya robotlardır, ya hansısa qurğulardır, hansısa nə bilim mən chatbotlar kimin ayrı proqram məhsullarıdır. Artıq insanla bir yerdə təmasdadır. Bir-birinin keyfini soruşur. Sabahın xeyir, işlər necədir? Nə bilim bu gün keyfin yaxşı görsən bir. Artıq sən süni intellektin əsasında olan bir məhsulla təmasda olursan. Sən onunla bir necə deyirlər, bir ünsiyyət qurursan, nə bilim mən keyfin pis olanda ondan necə deyirlər, bir enerji alırsan. Yəni bunun özü elə bir ki, insan cəmiyyətində, ailədə, işdə artıq süni intellekt daşıyıcıları olan varlıqlarla biz təbii intellekt daşıyan insanlar bir yerdə fəaliyyət göstərəcəyik. Məsəl üçün, kiməsə deyirsən, mənə bir çay gətir, deyirsən ki, get mənə bir çay gətir. Həmin o süni intellekt daşıyıcısı olan, hətta elə adama da oxşuyur, ürəyin istədiyin hansı şəkildə orada yarada bilərsən ki, gözəl, göçə, hansı robot olsun, o sənin ailə üzvə çevrilir. Yaşlılara xidmət edir, dava dərman gətirir, təzyiqini ölçür, ona tibbi qayğı göstərir, insanın özünün digər funksiyalarını üzərinə götürür. Yəni görürsün hansı proses gedir. Yəni dediyimiz kimi bax bu təbii intellekt, süni intellekt yaradıbdır bu 80 il ərzində. İndi bunun özü hərəsi öz inkişaf eləyir. Süni intellektin sürətli inkişafı da göz qabağındadır. Üstə də gəl, süni intellektin, təbii intellekt artıq bir-birinə dəstək olub, elə bir sanki, elə bir ki, birgə bir varlıq kimi ortaya çıxır. Fikrim çatır da. Sabah görərsən ki, bir insan gəlir, görərsən ki, onun gözünün biri, məsəl üçün, təbiidir, gözünün digəri artıq süni intellektin əsasında, indi hansısa səbəbdənsə itiribdir və yaxud da ki, görmür. Orada bir süni intellekt, məsəl üçün, bir qurğusu olar və o görməni bərpa eləyər. Heç qıraqdan sən hiss eləməzsən ki, bunun gözü, məsəl üçün, hansı təbiidir, hansı sünidir. Fikrim çatır da. Yəni demək istəyirəm ki, insanın özünün də sağlamlığının bərpa olunması, funksional olması, nə bilim mən bəlkə də uzun ömürlü olması, onun hansı xəstəni aradan qaldırılmış süni intellektlə birbaşa vəhdətdə həyata keçirilir. Fikrim çatır nə demək istəyirəm? Yəni belə artıq misallar var. Çox təşəkkür edirəm Sərəsin müəllim. Deyirlər ki, oturma cahil ilə hər sözü can incidir. Otur alim ilə hər sözü inci mirvaridir. Mən sizin bu inci mirvari kimi dəyərli fikirlərinizə görə, çox əhatəli, məzmunlu və qiymətli söhbətinizə görə sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, vaxt ayırdınız, bizim suallarımızı cavablandırdınız. Təşəkkür edirəm dəvətinizə görə. Güman edirəm ki, süni intellekt ümumiyyətlə artıq texnologiya deyil, artıq o ideologiyadır. 21-ci əsrin ideologiyasıdır. Və görürsünüz ki, bu süni intellekt hər gün insanları təəccübləndirir. Hər gün. Düzdür, bunun bədniyyətli insanlar başqa məqsəddən istifadə edir. Amma süni intellektin özünün əlbəttə ki, mən bütün dediklərimlə bunu qorxutma fikrim yoxdur. Əlbəttə bunun imkanları barəsində bəzi məlumatları verməyi özümə borc bilirəm. Amma bugünə biz köklənməliyik, qarşımıza real vəzifələr qoymalıyıq. Bu istiqamətdə də həm alimlərimiz, həm müəllimlərimiz, həm dövlət idarəetməsində fəaliyyət göstərən insanlar süni intellektin imkanlarından faydalanıb, cəmiyyətimizin inkişafı üçün, ölkəmizin inkişafı üçün faydalı iş görəcəklər. Burada şübhə yoxdur.
Ona görə də cənab prezidentin qəbul etdiyi bu strategiya yalnız xoşməramlıdır və eyni zamanda o təhlükələr var ki, insanların şəxsiyyətinə bağlı, fərdi həyatı ilə bağlı məlumatların qorunması, insanların yaratdığı dəyərlərə qarşı hansısa kiber təhlükələrin olması, onun puludur, ayrı-ayrı vəsaitlər və s. onların belə deyək ki, kiber cinayətkarlıq yolu ilə başqaları tərəfindən demək olunması, bütün bunlara qarşı əlbəttə ki, strategiyada çox dəyərli fikirlər, məqsədlər vardır və müvafiq qurumlar da, insanlar da bu istiqamətdə iş görəcəklər. Elmi araşdırmalar, tədqiqatlar, alimlərimizin qarşısına mühüm vəzifələr qoyur. Və təbii ki, yeni nəsil artıq bütün dünyada, eyni zamanda Azərbaycanda yeni nəsil bu süni intellektlə bağlı biliklərə yiyələnməlidir. Onun inkişafına, onun hansısa yeni məhsulun yaradılmasına töhfə verməlidir. Əlbəttə ki, onun negativ tərəflərini bilməklə. Təşəkkür edirəm bir də dəvətinizə görə. Minnətdaram sizə. Hörmətli tamaşaçılar, siz akademik söhbətlər verilişini izlədiniz. Verilişimizin qonağı çox hörmətli, dəyərli ziyalımız, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim müəllim Əliquliyev idi. Yenidən görüşərik. Təşəkkür edirəm.